Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli müəllimlər. Hər birinizi xoş gördük. İbtidai Azərbaycan dili üzrə 2023-cü ildə müəllimlər işə qəbulu imtahanında istifadə olunmuş test nümunəsinin izahını verəcəm. Gəlin sualımızdan tanış olaq. Sualda qeyd olunur ki, cümlələrin birində yönlük halda işlənən söz yer zərfliyi vəzifəsində işlənib. Yəni, yönlük halda işlənən söz olmalıdır və yer zərfliyi funksiyasında çıxış etməlidir. A-da verilən cümlədə evə gedən yolda böyük ticarət mərkəzi tikilmişdir. Bu cümlədə yönlük halda olan söz evə sözüdür. Cümləni təhlil edək. Tikilmişdi, nə etmişdi? Tikilmişdi, xəbər. Nə tikilmişdi? Ticarət mərkəzi. Hansı ticarət mərkəzi? Böyük ticarət mərkəzi. Harada tikilmişdi? Yolda tikilmişdi. Hansı yolda? Evə gedən yolda. Gördüyünüz kimi evə sözü cümlədə müstəqil şəkildə işlənməyib. Fe'li sifət tərkibinin asıl tərəfindədir və fe'li sifət tərkibi bütövlükdə cümlədə təyin olununda çıxış edib. Müəllim bizə yeni mövzunu izah etdi. İzah etdi kim? Müəllim. Nəyi izah etdi? Mövzunu izah etdi. Hansı mövzunu? Yeni mövzunu. Kimə izah etdi? Bizə izah etdi. Cümlədə yönlük hallı söz bizə sözüdür və tamamlıq rolunda çıxış edib. Bilirsən, ay bala, dünyaya heç etibar yoxdur. Nə edirsən, bilirsən? Etibar yoxdur. Nəyə? Dünyaya. Yönlük hallı söz tamamlıq rolunda çıxış edib. C variantında da. Yaya qədər bütün işləri qurtarmalıyıq. Qurtarmalıyıq nəyi? İşləri qurtarmalıyıq. Hansı işləri? Bütün işləri. Nə zaman? Yaya qədər. Gördüyünüz kimi bu cümlədə də yönlük hallı söz yaya sözüdür. Qoşma ilə bir yerdə işlənib və qoşmalı söz cümlədə zaman zərfliyi rolunda çıxış edib. Bugün hazırlaşmışdım ki, sizə gələcəm. Hazırlaşmışdım nə zaman? Bugün. Gələcəm. Haraya? Sizə. Bəli, yönlük hallı söz sizə sözüdür və cümlədə yer zərfliyi funksiyasında çıxış edib. Bizə, sizə bu tipli sözlər cümlədə yer zərfliyi rolunda çıxış edə bilir. Sizə, yəni sizin evinizə gələcəm. Deməli, doğru cavabımız olur məhz Y variantı. Y variantında yönlük halda olan söz yer zərfliyi rolunda çıxış edib. Ümumiyyətlə, bəzən şəxs əvəzliklərindən bəziləri məkan anlayışı ifadə etdikdə cümlədə yer zərfliyi vəzifəsində çıxış edə bilir. Məsələn, deyirəm, qonaq axşam bizdə gecələdi. Yəni, bizim evimizdə gecələdi. Bizdə söz olacaq yer zərfliyi və yaxud da biz bu axşam sizə getməyəcək. Yəni, sizin evinizə getməyəcək. Olacaq yer zərfliyi. Onlarda heç kim yoxdur. Yəni, onların evində heç kim yoxdur. Olacaq yer zərfliyi. Amma şəxs əvəzlikləri əgər yer, məkan anlayışı ifadə etməsələr, cümlədə vasitəli tamamlıq olacaq. Müəllim bizə təşəkkür etdi. Təşəkkür etdi